Qrenlandiya ABŞ-a milli təhlükəsizlik məqsədi üçün lazımdır. Bu barədə ABŞ prezidenti Donald Trump Truth Social-da bildirib. ABŞ prezidenti bəyan edib ki, Qrenlandiya Qızıl Günbəz müdafiə sistemi üçün həyati əhəmiyyətə malikdir. NATO bu yolda liderlik etməlidir. Biz bunu etməsək, Rusiya ya da Çin bunu edəcək. Trumpın sözlərinə görə bu baş verməyəcək. Hərbi nöqteyi nəzərdən yanaşsaq, mənim ilk prezidentlik dövrümdə ərsəyə gətirdiyim və indi də daha yüksək səviyyəyə qaldırdığım ABŞ-ın böyük hərbi dəstəyi olmasaydı, NATO effektiv güc və çəkindirici qüvvə ola bilməzdi. Heç buna yaxınlaşa da bilməzdi. Onlar bunu bilirlər, mən də bilirəm. NATO Qrenlandiyanın ABŞ-ın əlində olması ilə daha möhtəşəm və effektiv olacaq. Bundan az olan hər bir şey bizim üçün qəbul edilməzdi, Trump qeyd edib. Qeyd edək ki, ABŞ-ın yeni nəsil hava və raketdə müdafiə sistemi olan Golden Dome, yəni Qızıl Günbəz 2028-ci ildə istifadəyə veriləcək.